Salam 44 kanalının dəyərli izləyiciləri. Keçən videoda qeyd eləmişdim ki, avtomobilimin mühərrikinin bəzi işləri var və bu işlərlə yaxın günlərdə məşğul olacağam. Və sizdən gələn təkliflərlə də qərara gəldim ki, bunu bir video şəklində bütün prosesi çəkim və sizə göstərim. Söhbətdən xəbəri olmayanlar üçün deyim ki, mən BMW 428 idarə edirəm və bu avtomobilin kapotunun altında 2 turbo benzinli N26 mühərriki var və adətən N20, N26 mühərriklərində 100 min kilometrdən sonra zəncir dəstini dəyişdirmək məsləhət görülür. Mənim maşınımda isə yürüş artıq 135 min kilometrdir, yəni artıq bunu dəyişməyin vaxtıdır. Bütün proses ondan başladı ki, mən son dövrdə avtomobilin mühərrikinin səsinin biraz artdığını gördüm və hətta vəziyyət o yerə gəlib çatmışdı ki, maşına minənlər soruşurdu ki, məndən bəs səndə dizel mühərrikdir. Hətta tıxaclarda ümumiyyətlə mahnısız maşında oturmaq olmurdu. İlk öncə getdim, dostumuz Rəhim var onun yanına. O motora qulaq asdı və dedi ki, bu dizel səsi məhz yüksək təzyiqli benzin nasosundan gəlir və dedi ki, turbonun qəpiyində də səs var. Və elə hal bu yerə gəlmişkən, elə dedim ki, bir dəfəlik zəncir dəstini də dəyişək və artıq mühərrikin bütün işlərini kompleks şəkildə bir yerdə eləyə getsin. Planımız zəncir dəstini dəyişmək, benzin nasosunu dəyişmək və turbonu təmirə göndərməkdir. Beləliklə gün 1. Yağışlı günlərin birində gəlmişəm servisə və motor enməmiş Sadiq usta məni turbonun qəpiyi ilə tanış eləyir. Qeyd edim ki, bu klapanın boş olması avtomobilin performansına təsir göstərən amillərdəndir. Bundan sonra artıq mühərrikin avtomobildən ayrılma prosesi başlayır və görüntülərlə sizi baş-başa buraxıram. Üzərindəki avadanlıqlar söküləndən sonra mühərrikin üst qapağı açıldı və gördüyüm mənzərə məni düzünü desəm qane eləmədi. Çünki mən həmişə 95 oktanlı benzindən və BMW Qrup 530 yağından istifadə edirdim və motorun içinin bu vəziyyətdə olduğunu fikirləşmirdim. Böyük ehtimal bu məndən əvvəlki avtomobil sahiblərinin biraz avtomobilin baxımına laqeyd yanaşmağından irəli gəlir. İstənilən halda qorxulu bir şey yoxdur. Ustamız Olsta mühərrikin içini təmizlədi və mühərrik necə deyirlər çiçək kimi oldu. Birinci günün sonunda məlum oldu ki, bu görüləcək işlərdən əlavə bəzi işlər də görülməlidir. Məsələn, avtomobilin antifrizi köhnəlib, o dəyişməlidir. Bundan əlavə turbini soyudan 2 kanal var. Onlar da antifriz buraxırmış, onlar da dəyişəcək. Bundan əlavə mühərrikin karterinin ara qatı da artıq köhnəlib, oradan yağ sızdırırdı. O da dəyişiləcək. Və bir də mühərrikin və sürətlər qutusunun yastıqları da dəyişməli idi. Onlar da artıq çoxdan köhnəlmişdi. Sükanı sökmüşkən elə sükanı da aparıb üzlətdirməyə. Deməli, burada da gördüyünüz kimi biraz sükanın vəziyyəti yaxşı deyil. Çatlar əmələ gəlib günün altında qalmaqdan. Elə bunu da aparacaq, üzlətdirəcək. Artıq ikinci gün başlayıb servisdəyəm və lazımi arakatlar BMW Qrup firması. Burada da zəncir dəstinin qutularını görürsünüz, FB firmasıdır. Bu da köhnə zəncir və onun tarımlayıcısıdır. El arasında başmaq deyilən plasmas. Ustamız artıq alt zənciri quraşdırıb, motorun içini də tərtəmiz eləyib və artıq əsas zəncir də yeni tarımlayıcı ilə oturur yerinə. Təzə qəpiklərin. Üçündən təzədir. Ağızları biraz 92 işlə işlədiyinəcə də qızarıb. Sonuncu gündür mən servisə çatanda artıq motor demək olar ki, yığılmışdı. Yerdəki də turbindir qayıdıb təmirdən.
Yeni klapan quraşdırılıb, birazdan bu turbinin kanalları da dəyişiləcək. Hem kaset olur. F10 led para var ya. Led para var. Bu isə dizel səsinin səbəbkarı olan köhnə benzin nasosdur. Lenforder firmasının yeni mühərrik yastıqları da taxılır yerinə, çünki birazdan mühərrik öz yerinə qayıdacaq. Sürətlər qutusunun yastıqları da yenilənir, katalizator üstünə bağlanacaq, daha sonra motora yeni mayelər əlavə olunacaq. Phone's lighting up, I'm just gonna let it rain. Yeah, my phone's lighting up, I'm just gonna let it rain. Is it the liquor in my system? My desires are so real. Got me caught up in this rhythm. Draw me in and make me feel. Son olaraq gedirəm üzlənmiş sükanı götürməyə və bundan sonra da BMW sahibinin sevmədiyi məqama. İndi soruşa bilərsiniz ki, bəs bu qədər proseslərdən sonra avtomobildə nə kimi dəyişikliklər oldu? Deməli, ən vacib məqam odur ki, avtomobilin salonda artıq dizel səsi yoxdur. Düzdür, bu N26 mühərrikləri biraz səsli mühərriklərdir, amma yenə də salondakı səs minimuma enib və artıq yastıqları dəyişdiyimizə görə salonda vibrasiya da yoxdur, yəni mühərrikdən gələn vibrasiya yoxdur. Yəni ümumilikdə artıq mühərrik çox rahat işləməyə başlayıb, necə deyirlər, saat kimi işləyir. Sükan dərisini də dəyişdiyimə görə artıq sükandakı o nahamarlıqları hiss eləmirəm. Mən bilə-bilə məhz belə keyfiyyətli sükan dərisi seçdim ki, yəni zavoda maksimum dərəcədə yaxın olsun. Bildiyiniz kimi mən bir stok həvəskarıyam və sükan da çox yaxşı alınıb. Maddiyyat məsələsinə qalanda, əlbəttə ki, BMW kimi bir premium segmentə aid olan avtomobilin ehtiyat hissələrinin ucuz olmadığı məlum məsələdir və əgər sizə maraqlıdsa, avtomobildə görülmüş bütün işlər, bütün ehtiyat hissələrinin qiymətləri hal-hazırda ekrandadır və ümumilikdə həm necə deyirlər, zəhmət haqqı, həm ehtiyat hissələri və üstəgəl sükanın da üzlənməsi ümumilikdə mənə 2500 manata başa gəldi. İndi bəziləriniz əlbəttə ki, bunu daha ucuz qiymətlərə eləyə bilər, daha belə deyək də, zəif firmalarla eləyə bilərdi. Amma mən avtomobili bir neçə ildə problemsiz sürmək istədiyim üçün istədim ki, hər şey ən keyfiyyətlisindən olsun. Ona görə də ola bilər ki, bu qiymət biraz sizə çox görsənsin. Əgər siz də eyni mühərriklə BMW idarə edirsinizsə, qorxmayın ki, yəni sizdə də bu qədər xərc çıxacaq, bu problemlər baş verəcək. İndi ola bilər sizin avtomobilinizdə belə bir şey olmasın. Məsələn, mənim F10-um var idi və o da təxminən eyni yürüşlərdə idi. Məsələn, o avtomobildə bu qədər səs-küy yox idi salonda. İndi əlbəttə ki, maşından asılı olaraq dəyişə bilər hər şey. Yəni mən onsuz da bu avtomobili alanda bu xərcləri gözləyirdim. Yəni bunu nəzərə alaraq avtomobili almışdım. Yəni mən bu avtomobildən məmnunam və hələ bir neçə müddət də bu avtomobili idarə etmək istəyirəm.
Bu qədər dəyərli izləyicilər, ümid edirəm video sizə maraqlı oldu. Gələn videolarda görüşənədək kanala və sosial media hesablarımıza da abunə olmağı unutmayın. Sağ olun.